Çindən Balkana qədər, Avropanın şərq və cənub şərqinə qədər bu coğrafiya Türkistandır. Şimalda Sibirdən, cənubda Əndər Abbasa qədər, Kəngər xəlicinə qədər, indi xəlici fars deyirlər ya. Bu qismət, oradakı tüylərin qoç daşları, at figurları, qəbirləri bu qismət Türkistan hesab olur. İndi Avropalılar, şərqşünaslar, Rus alimləri istəmirlər bu ad oldu olsun, deyirlər Asiyayı Miyanı. Ora Türkistandır, Şərqi Türkistandır. Gəlirik bu tərəfə. Avropanın əşyaları, İranın şimalı, Xəzər ətrafı, bunlar Türkistanı qərbidir. Siberi və Siberiya tənkili dəşti qıpçağıdır, deyirlər Rus keşvəri. Onlar hamısı şimalı Türkistan hesab olur. Bütün bu coğrafiyada hara geçsən, dedim, Türk kurganları, Türk xaqanların qəbri 15 milyon kilometr Əmir Teymurda və ayrı dövrlərdə imperatorda bizim Türkistanın müsəti olub. Hətta Dədə Qorqudda Qazan xan tərtini Türkistanın dirəyi, tühlərinə yaşadığı hər bir yer Türkistan hesab olur. Bizim coğrafiyamız dedik, at figurları, qoç daşları ilə hər yerdə mühürləmişik. İranın hər bir yerində, Kirimanından, Qaşqayından, Bircənin hər yerdə bizim bu Türk xalqlarının damğaları və qoç daşları var. Bura Türkistan hesab olur.